Olcay xanım, diş fırçalamaq qeyd elədiniz. Ümumiyyətlə biz uşaqlar üçün diş fırçası və yaxud da pastası seçərkən ən çox nələrə diqqət etməliyik? Uşaqlar üçün bilirsiniz ki, müxtəlif firma istehsalı olan diş fırçaları və pastaları təqdim olunur. Burada təbii ki, əsas məsələ diş fırçasının orta yumşaqlıqda olmağı tövsiyə olunur. Nə çox yumşaq, nə də sərt olmasın tövsiyə olunur və diş pastaları isə müxtəlif dadlandırıcı dadlandırıcılardan istifadə olunaraq uşaqların diqqətini daha çox cəlb eləmək üçün bu cür vasitələrdən istifadə olunur ki, yəni bu çox gözəl haldır ki, uşaqlar dişlərini fırçalaya bilsin. Bəzi uşaqlar da o meyvə dadlarından istifadə edib, yəni yeyə bilirlər. Daha çox onları cəlb eləyir. Məsəl üçün müəyyən fiqurlu diş fırçaları var ki, onlar uşaqlar personajlar falan. Əyləncəli belə deyək də hala çevrilir. Onu əyləncəyə çevirmək lazımdır ki, bu uşağın diqqətini cəlb eləsin. Təbii ki, heç bir uşaq öz xoşu ilə bunu etməyəcək. Bir də onu deyim ki, insan faktoru belədir ki, ən azı 3 gün ərzində eyni şeyi biz davamlı şəkildə eləsək, 6-cı, 4-cü gün buna alışmış oluruq. Reflektor olaraq biz onu eləmək istəyəcəyik. Ona görə də uşaqlara mütləq bunu öyrətmək lazımdır ki, 4-cü gün artıq o tələb edəcək ki, dişlərini fırçalayaq.